Bu bir uğurdur. Maşallah, sevinirəm. Bugün gəlib ki, əmi, artıq hamı işə çağırır, işlə təmin eləmək istəyirlər. Amma bir dənə bir şey xahiş edirəm. Bunu 5 manata, 10 manata çağırmayın da, dolandırmaq lazımdır. Bu Bakıda yaşaya bilmir. Bakıda yaşasaydı, mənim yanımda işləyərdi. Amma Beyləqanda yaşayır. Buradan Beyləqana çoxlu salamlar. Beyləqanda paltar dükanlarıdır, nə bilim, iş adamlarıdır, nəsə bir işlə məşğul olurlar. Əsas amma paltar dükanlarına bu qardaşımızın xeyri çox dəyər. Mən elə başa düşdüm. Normal köməkliyə qoydum. Hə, Beyləqanda yaxşı qardaşlar var, bilirəm. Oradakı dükan sahiblərinə müraciət edirəm, xahiş edirəm ki, qaqamı orada bir maaşla təmin edin, çünki bura gələ bilmir. Lokod da bunun da ləqəbi, hə. Çox da belə, bax, belə uşaqdır. Bilirəm ki, 1000 manat alver eləyirsənsə, 3000-ə qaldıracaq. Hamı da buna görə gəlib sənin dükanına alver edəcək. Yəni, mən belə başa düşürəm. Həm biznes tərəfdən, həm də ki, bu uşağın videoları yayılıb, indi üzr istəyirəm. Orada bilirsiniz ki, saman daşıyır, nə bilim, nə daşıyır. Belə adam, yəni bir cavan uşaqda, yəni əlindən tutsuz o 1000 manat maaşdır, sizə inanıram ki, 10 qatın qaytaracaq. Ona görə buradan Beyləqanda olan iş adamlarına xahiş edirəm. Köməkli elə. Hə, köməkli yox, yardım etmirsiniz. Öz əziyyətinin qarşılığını 10 dəfə artığını verəcək. Bu yardımdır. Nədən mən hamı mənə deyir ki, qaqa, sən yardım sevər adamsan. Yox, mən kiməm ki, kiməsə yardım verim. Mən özüm, yəni, belə baxanda, satıcı adamam. Bu qardaşımdır, öz əziyyəti iləndir. Yəni, nə İlyasa görə, nə o birisi, nə bu birisi. Hamısı öz əziyyətinə görə, səbəbkar olmaq lazımdır. İndi bu qarqamızı da düzəldin orada bir şəhər dəvətim. Mənə deyir ki, məni çağırırlar, indi oradan buradan biri deyir, gəl 10 manat verim, çəşiş elə biri. Dedim, getmə. Amma normal maaşa qışa təqdim eləsin, lokumuzdur. Bir də deyirlər ki, bunun dişlərini düzəltdirir. Bunun dişini düzəltdirsə, bunun özəlliyi itəcək. O bir dənə gülüşüm var, o böyür üstə gül. Hə. O dişini düzəltsiz, özəlliyi itəcək. Onun üçün, buradan Beyləqana çoxlu salamlar. Orada mənim çox dostlarım var. İndi mən də zəngib xahiş edirəm. Amma özünüz öz səhifəsinə, səhifənin adını denən hamı yazsın. Pərvin.2. Yazın, özünə əlaqə saxlayın. Amma xahiş edirəm, heç olmasa 800 manatdan yuxarı verin maaş. Sağ ol.